Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. Deməli, Bakıda saxlanılan hərbi əsirlər deyilən bir anlayış var idi. Arayik Harutyunyan və digər onun komanda üzvləri. Bu gün onların məhkəməsinə yekun vurulub. Məhkəmə qərarı ilə onların hər biri, yəni Arayik Harutyunyan, Levon Manatsakanyan və digərləri hamısına ömürlük həbs verilib. Konkret olaraq adları belədir. Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Manatsakanyan və digərləri barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb və onların hər biri ömürlük azadlıqdan məhrum etmə cəzasına tabe tutulublar. Söhbət ondan gedir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə Camal Ramazanov və Anna Rızayevdən ibarət məhkəmə heyəti məhkəməni yekunlaşdırıb və qərarları hər bir hərbi cinayətkarın ömürlük azadlıqdan məhrum etməsi olub. Bununla da ədalət zəfər çalmış oldu. Kanala abunə olmağı unutmayın. Sağ olun.